Mən sizə deyirəm 36.900 manat bu avtomobil üçün əla bir qiymətdir. Elə bir qiymətdir ki, hətta deyib Alman, Koreya və Yapon bazarları rəqabət aparmaqda çətinlik çəkəcəklər. Çünki həm funksiyonaldır, həm yeni texnologiyadır və cəmi 36.900 manata. Və qarşınızda Geely Galaxy Starship 7. Gəlin ön dizaynla başlayaq buradan. Zolaq şəklində gündüz işıqları, əlavə olaraq gündüz işıqları buralarda LED olaraq yerləşdirilib fənərlərin sağına və soluna. Əsas fənərlər, uzaq və yaxın vuran işıqlar buferin yuxarı hissəsinə yerləşdirilibdir. Ön buferin yuxarı hissəsinə yerləşdirilibdir. 360 dərəcəli kameranın ön linzasını burada görürük, park radarlarını burada görürük və Galaxy logosunu biraz da Geely'yə oxşuyur, amma biraz fərqlidir. Təbii ki, avtomobil funksiyonal avtomobildir. 360 dərəcəli kamerası olsun, adaptiv cruise kontrolu olsun. Bunlar hamısı öz yerində, bunlar mövcuddur. Məsələ avtomobilin yanacaq texnologiyasında, daha doğrusu mühərrik texnologiyasında. Təsəvvür edirsiniz, tam doluçən və batareya ilə birlikdə bu maşın 1450 kilometrə qədər məsafə qət edə bilir. Çin metodikasında nəzərdən keçirilmiş bir testdir. Sərfiyyatı isə rəsmi 3,8 litr göstərsə də, təcrübə isə avtomobilin 1,1 litr sərfiyyatını deyir. Hətta 1,1 litr. Özdə 92 ha. Yeni texnologiya, start-stop, keyless go demək olar ki, tarixə qovuşur. Açar cibinizdədir, yaxınlaşırsa avtomobil özü açılır. Hətta start-stop da yoxdur. Ayağınızı əyləc pedalına qoyanda avtomatik avtomobil işə düşür. 1,5 litrlik atmosfer mühərrik var avtomobilin, daxili yanma mühərriki. Onun arxasında P1 tipli starter generator. Mühərrikin önündə E-DHT transmissiya, hansı ki sırf hibridlər üçün nəzərdə tutulub. Mənim öz maşınımda da DHT-dir, çox möhtəşəm bir transmissiyadır. Onun isə önündə, transmissiyanın önündə P3 tipli elektromotor. Və təkərləri gücə gətirən əsas P3 tipli elektromotordur. Daha az yanacaq, daha çox səmərəlik və daha sürətli. Sürətə təsir göstərən amillərdən biri də avtomobilin aerodinamik müqaviməti 0,288 CD olmağıdır. Bu da avtomobilin daha yaxşı hava yarmağına kömək edir, ona görə daha sürətli və daha az yanacaq sərfiyyatlı olur. Mən sizə avtomobilin arxasından danışmaq istəyirəm. Görürsünüz, yanına gəlirəm, avtomatik qapılar açılır. Avtomobilin arxasında da zolaq şəklində stop işıqları, arxa stop işıqlarını görürük. Burada bir Geely yazısı, yenə park radarlar, 360 dərəcəli kameranın arxa linzası və EMI. Bu da yeni texnologiyadır. Noctor 2 texnologiyasından təchiz olunmuş avtomobildir və Geely EMI Starship 7. Bagaj qapısı elektriklə açılıb bağlanır, sadəcə ayaq jesti yoxdur. Bir bagajdakı maşallah hər şey qoymuşuq bagaja ki, təmiz olsun interyer. Litrajını 570 ətrafı olmalı, daha dəqiqini yuxarı yazacağım. Hətta bu panelin altında bir organizer da var. İstəsəz yük yerini daha genişləndirə bilərsiniz paneli götürüb aşağı qoymaqla və yaxud siz bunu yuxarı qoyub aşağıdan nələrsə qoya bilərsiniz. Ehtiyat təkəri yoxdur, əvəzində hər hansı bir təkər doldurmaq üçün maye olmalıdır, səhv etmirəmsə. Maye var, düzdür. Və arxada da bir dənə subwoofer var. Fly Me sound sistemdir. Söhbətdən söhbətə keçirəm, istəyirəm ki, yadıma düşənləri sizə deyim, çünki bu qısa bir icmaldır. Arxa oturacaqlar, avtomobil çox genişdir, hətta bəzi mənbələr bu avtomobili Lisyang L6 ilə bir tuturlar. Bu oturacaq, demək olar ki, maksimum arxadadır. Yəni, standartdan arxadadır. Ona baxmayaraq mənim burada yetərincə diz məsafəm var və təbii ki, baş məsafəsi də rahatdır. Tam panoramik tavandır. Burada bir cib var. Ən önəmli mənim üçün arxada USB-si var. Və bir də USB-A var. Yəqin ki, ümid edirəm Çinlilər 2026-da, 27-də ümumiyyətlə USB-A-nı ləğv eləyəcəklər. Çünki yəni belə fikirləşəndə artıq USB-A qalmayıbdır. Oturacaqların rəngi əladır. Qara və bu nə rəngdir? Çəhrayı rəngdir, açıq çəhrayı rəngdir. Kombin olmuş oturacaqlar. O vaxt bunlara 2000-ci illərdə falan avtomobillə məşğul olanlar 2010-cu ilə qədər yaxşı bilərlər. Rıj salon anlayışı vardı. Bu rəng salonuydu. Bu rəngdən biraz tünd. Çox bahalı sayılırdı. Hətta avtomobillərin qiymətində çox fərq edirdi bu rıj salon. Təbii ki, kapotun altını, ürəyini sizə göstərəcəm maşının. Gəlin keçək ön tərəf interyerə. Interyer çox maraqlıdır. Sadəcə sükan mənə nə gəlir ki, biraz daha
dairəvi ola bilərdi. Fərqlidir. Pis demirəm, amma fərqlidir. Flyme sound sisteminin səs speakerlərini burada görürük. Ön oturacaqlar həm ventilyasiyalı, həm qızdırıcılı, həm də masaj funksiyalıdır. Burada da 50 Watt-a qədər naqilsiz şarj etmə cihazı mövcuddur. Bura adi paneldir və bu konsolu ümumiyyətlə çox bəyəndim. Həm multimediyanın səsini idarə edə bilirsiniz bu konsoldan, həm klimatı bu düymələrdən idarə edə bilirsiniz, yandıra bilirsiniz, söndürə bilirsiniz, dərəcəni tənzimləyə bilirsiniz, səviyyəni tənzimləyə bilirsiniz. Çox əladır. Həqiqətən bu hissə mənim çox xoşum gəldi və hətta telefonu bura qoyanda diqqət yayınmağınıza minimum mane olur, çünki telefon mayil olaraq sizə baxır. Sükanda da eyni ilə multimediyanı idarə etmək üçün bu tərəf düymələr onu tənzimlənibdir. Sol tərəf düymələr isə adaptiv cruise kontrol üçün nəzərdə tutulubdur. Bu təkcə multimediya monitoru deyil, həm də avtomobilin bəzi idarə etmələri, bir çox idarə etməsi monitora inteqrasiya olunubdur. Menyudan siz avtomobilin bir çox idarə etməsini tənzimləyə bilərsiniz. Masajını, oturacaqların ventilyasiyasını, qızdırıcısını, lükün, panorama lükün tavanın açılmasını, bağlanmasını, ambiyans işıqları var avtomobildə. Ambiyans işıqları, hətta ambiyans işıqları burada dəyişir. Mən görürüm burada ambiyans işıqları burada görürsünüz dəyişə bilir. Burada ambiyans işıqları dəyişə bilirik. Hətta musiqi ritminə uyğun qoya bilirik, tək rəng qoya bilirik. Sürüş rejiminə uyğun, məsələn, aşağı sürətlə sürəndə yaşıl olur, sürət artındə qırmızılaşır ki, ehtiyatlı olur. Lazım deyil. Bir çox tənzimləmələr monitordadır. Monitor 15 inçə yaxındır. Burada 10 inçdən biraz yuxarı bir rəqəmsal alətlər panelidir. Bəhs eləyir rəqəmsal alətlər paneli və avtomobildə çox möhtəşəm head-up displeyi var. 36.900 manatlıq versiyada isə head-up displeyi yoxdur. Batareya səhv etmirəmsə 8 kW'lıqdır. Ön oturacaqların masaj funksiyası yoxdur. Digər bütün funksiyalar var. Mənə verilən məlumatlar belədir. Və ön tərəfdə də bir dənə Type-C şarj portu var. Burada bir Type-C, daha doğrusu USB-A. Burada isə 12 voltluq şarj portu mövcuddur. Bu cip çox dərindir, həddindən artıq dərindir. Soyutması yoxdur. Burada sərinləşdirici belə deyək də boru. Şüşə açıb bağlama düymələri fərqli yerləşdirilib. Yaxşı güclülər burada elektron deyil, güclülərə manual idarə edirsiniz. Bir sözün avtomobil məncə həqiqətən əla avtomobildir. Mənim üçün çatışmayan cəhəti arxa oturacaqlarda ən azından qızdırıcının olmağını istəyərdim və bagaj qapısının ayaq resti ilə açılıb bağlanmağını istəyərdim. Bəs avtomobilin ürəyindən danışmayaq mı? Amortizatorlar qoymaq heç də pis olmazdı. Amma indi adam belə utanır desin amortizatorlar. 36.900 manatlıq maşındır bu. Amortizator da qoy olmasın da bu qədər funksiyanın qarşısında. 1.5 litrli atmosferik mühərrikdir. Mühərrikin arxa tərəfində P1 stator generator yerləşdirilib, maşının işə düşməsinə, hərəkətə gəlməsinə kömək edir. Ön tərəfində YDHD sürətlər qutusu. YDHD-nin isə ön tərəfində P3 tipli elektromotor yerləşdirilib ki, bu da əsasən avtomobilin normalda belə deyək, çalışdıran bu həmin o elektromotordur. Çünki ön təkərlərlə birbaşa əlaqədə olan həmin o elektromotordur. Super hibriddir bu. Fərqi nədir? Həm generator kimi enerji istehsal eləyə bilir. Həm yalnız benzində işləyə bilir uzun məsafələr üçün. Şəhər daxili həm yalnız elektrikli işləyə bilir və sürətli şəkildə benzin və elektriklə işləyə bilir. Buna həm də paralel ardıcıl hibrid də deyirlər. Çox gözəl sistemdir, çox sərfəli və səmərəli bir sistemdir. Ona görə də avtomobilin sərfiyyatı az, sürəti çox, gücü çox belə deyək. Bu arada deyir sizə dəmir, nazik falan, Çin maşını. Arkadaş bu kapot bir, rahat bir 50 kilo var. Hanımlar və cənablar, Galaxy Starship 7-dən də bu qədər. Ümid edirəm video sizin üçün yararlı və faydalı oldu. Videonu bəyənməyi, paylaşmağı, şərh yazmağı, mütləq şərh yazmağı unutmayın. Kanalıma isə abunə olmayı yaddan çıxartmayın. Hələlik, növbəti videoda görüşərik.